Məni polis idarəsində dəfələrlə işgəncələr elədilər. Döydülər, and olsun Allaha. Yəni orada məni pis günü, təcili yardımlar gəlirdi üstümə. Qaynar çayı üstümə tökürdülər. Mənə dəfələrlə orada işgəncələr, orada polislər hamı da görürdü. Dəfələrlə ağlayırdım ki, mən elə şeylər eləməmişim. Orada məni sürüyürdülər, nə bilim nə, evə gətirirdilər, nə bilim nə də çox belə başıma bir şeylər gəldi. Kanalımıza müraciət edən Validə Bəxtiyarovanın sözlərinə görə illər əvvəl evində çalışdığı Yeqanova Aidə onu oğurluqda günahlandırıb. Deyir ki, təqsirsiz olduğu halda həbs edilib, daha sonra ondan 100 min manat tələb edilib, sözü gedən məbləği ödədikdən sonra isə şərti azadlığa buraxılıb. Onun sözlərinə görə Aidə Yeqanova ondan azadlığı müqabilində evində ödənişsiz işləməyi tələb edib. Xəstə övladına görə bu tələblə razılaşdığını bildirən Validə Bəxtiyarova daha sonra yeni tələbin ortaya çıxdığını deyir. Belə ki, Validə Bəxtiyarova və qaynanası Fatma Bəxtiyarovanın sözlərinə görə Aidə Yeqanova ailəyə məxsus evin sənədlərini də fiziki-psixoloji təzyiqlərlə ələ keçirib. Sonuncu hazırda vəfat etmiş olsa da onun qızı ailənin evdən çıxmasını tələb edir. Bəxtiyarovlar bildirirlər ki, bununla bağlı aidiyyatı qurumlara müraciətlər etsələr də nəticəsiz qalıb. Təfərrüatlar video reportajda. 2014-cü ildən Yeqanova Aidə xanımın evində işləmişəm. 2012-ci ildə o Türkiyəyə getmişdi qızının yanına. Mənə zəng vurdu, dedi ki, bəs sənə bir dənə Günlarə adlı bir qadın, sənə bir bağlama gətirib, onu götürüb saxlayarsan. Neysə, Günlarə mənə zəng vurdu, mənim nömrəmi də vermişdi. Onun ancaq təmənnada onun evinə gəlib gedirdi bu Günlarə. Çünki Günlarə xanım bunun Aidə xanım evində olan köhnə zinət əşyaları buna verirdi. Bu da alverçi qadını idi. Zinət əşyaları satırdı, pal-paltar satırdı. Sadəcə gəlib gedirdi bunun evinə. Demək olar ki, hər gün gəlib gedirdi. Neysə, mən də buna inandım, götürdüm bağlamanı, götürdüm, saxladım. Aidə xanım 2 aydan sonra, Türkiyədən qayıdandan sonra mən bağlamanı həmən o şəkildə də Aidə xanıma verdim. Bir müddət keçəndən sonra Aidə xanım bağlamanı götürüb, aparıb ki, nəsə başqa bir yerdə yenə yeniləsin də. O həmişə dəyişirdi, sevirdi dəyişməyə zinət əşyalarını. Nəsə, bir də mənə zəng vurdu, bəs dedi ki, Validə, bəs mənim daşlarım saxtadır. Mən də aman elədim ki, Aidə xanım, mənim xəbərim yox. Bağlamanı mənə necə verib, bağlamanı mən sizə elə vermişəm. Nəysə, yox, mən gəlirəm evə. Nəsə gəldi evə, Günlarə ilə məni götürdü, apardı polis idarəsinə. İkimiz siz eləmişsiniz mənim zinət əşyalarımı, aman, Quran, kitab ki, biz eləməmişəm axı bunu. Məni polis idarəsində dəfələrlə işgəncələr elədilər. Döydülər, and olsun Allaha. Yəni orada məni pis günü, təcili yardımlar gəlirdi üstümə ki, mənim üstümə hədə qorxu gəldi ki, sənin yoldaşı da tutturacam indi bu işin içində. Övladlarımı da apatdıracam səni. Qaynar çayı üstümə tökürdülər. Mənə dəfələrlə orada işgəncələr, orada polislər hamı da görürdü. Dəfələrlə ağlayırdım ki, mən elə şeylər eləməmişim. Orada məni sürüyürdülər, nə bilim nə, evə gətirirdilər, nə bilim nə də çox belə başıma bir şeylər gəldi. Yoldaşımı dəfələrlə orada döydülər. Yəni sən də bu işlə əlbirsən. Sən yoldaşın oğurluq eləyib, yoldaşım da ki, mənim evimdə elə bir şeyim yox, kasıb ailəyəm, evimdə xəstə övladım var himayəmdə. Axı, illərlə sizə xidmət göstərmiş, biz haramçılıq eləməmişik. Nəysə, bir uzun müddətdən sonra məni Kürdəxanaya göndərdilər. Sonra dedilər ki, bəs pul verməlisən, 100 min manat pulu verginən, bu işi bağlayaq da, yəni. Ancaq Günlarədən külli miqdarda pul aldılar, 300 min manatı Günlarədən aldılar. Dəfələrlə qolumdan tuturdu mənim ki, al boynuma səni qutaracam. Deyirdim, Aidə xanım, qurban olum sənə. Mənim xəstə övladım var, evdə balam var, məni belə şeylərə şərləmə gələn. İllər boyu sənin xidmətində olmuşam da, məni niyə rüsvay eləyirsən? Dedi, al boynuma səni çıxaracam, sənin işin yoxdur günən. Bax belə, başıma bu hadisəni gətirdi. 2 ay tamamında məni məhkəməyə çıxartdılar. Ənvər Seyidovun ağır cinayətlərində. Orada 85 min manat, oradan 3 min Ənvər Seyidova, 82 min də Aidə Yeqanovanın özünə, evində bacım, qaynanam, yoldaşım apardılar, onu verdilər ki, bu iş bağlı. Elə oradan da məni çıxartdı evinə. Ancaq 5 il, 6 ay şərti ev dustaqlığı verdilər mənə. Əgər dedilər, sən geri mənim evimdə qayıdıb işləməsən, səni türməyə saldıracaq. Xəstə övladıma görə. Mənim övladımın gözləri görmür. Birinci qrup əlildir, ayaqları yerimir. Yəni 5 il təmənnasız, bir qəbsiz onun evində çalışmışam. 2019-cu ildə Aidə xanım rəhmətə getdi. Pis xəstəlikdən rəhmətə getdi. Yenə deyirəm, Allah rəhmət eləsin. Mən içəridə olanda Kürdəxanada etibarnamə alıblar qaynanamdan, Bəxtiyar və Fatmadan. Etibarnamə əsasında evimizin öz sürücüsünə
sürücüsünə 240 minə satıb. Yəni kasıb adamdır, 500-600 manata sürücü işləyən adam 240 minə mənim evim. Yaxşı satıbsansa da, onda mənim 240 minimi verərdin də. Qaynananın pulunu verərdin. Mən heçəm orada. Qaynananın pulunu verərdin də. Niyə vermirdin? Bir müddətdən sonra bu evi qızı Əhmədova Samirə 70 minə sürücüsündən alıb. 70 minə bu evi alıb. Bir müddətdən sonra da bu yaxınlarda 2 il bundan öncə bizə bir məktub gəldi. Evdən çıxarılma, yəni hamımızın qeydiyyatdan çıxarma, evdən çıxar məhkəmədə. Baxıram ki, bəs bu evdən Samirə bizi çıxarır hamımızı. Oyunçu baş külfət yaşayır bu evdə. Xəstəmiz də var, yəni bu evin içində. Neysə, biz də əksəriyyətən biz məhkəməyə müraciət elədik. Hal-hazırda məhkəmələr gedir. Heç bir məhkəmələrdə, yəni əslində baxmalıdırlar bizim. Hər yerə gedir, deyir, mən prezidentin qohumuyam. Xətai rayon məhkəməsində Aynur xanım var. Dəfələrlə mənim telefonda mənə dedi ki, smart göndərdi ki, gördün, mənim padruqamdır Aynur xanım. Neyniyə bilər ki, bizim işimizə? Onlara heç yerdə baxan olmayacaqdı. Özü də Konstitusiya məhkəməsində işləyir hal-hazırda. Ayda Yeganovanın qızı Əhmədova Samirə. Bəli, Konstitusiya məhkəməsində işləyir. Çünki ona görə də o bilmirəm nəyindən istifadə edir. Bilmirəm, vallahi bilmirəm. Və biz qalmışıq belə dəfələrlə. Yəni müraciətimizə də baxmırlar. Prezidentimizə məktub yazmışıq. Prezident Mehriban xanımıza məktub yazmışıq. Fuad Ələsgərova məktub, hər bir orqanlara bizim məktublarımız var. Mən bütün sənədlər də, sübutlar da var ki, bütün tam olaraq dəymiş ziyan ödənilibdir. Axı mən eləməyə o ziyanı ödəmişəmsə, heç olmasa mənim evimi qaytarsınlar. Düz bir qanun olmağını istəyərdim ki, heç olmasa bizə baxsınlar. Biz niyə, hara gedək, kimə müraciət eləyək? Bizim prezidentimizdən başqa bizim bir çıxış yolumuz yoxdur da. Hər dəqiqə onun adını hallandırır. Hər dəqiqədə, hər yerdə. Mən Konstitusiya məhkəməsində işləyirəm. Əhmədova Samirə Eldar qızı. Mən prezidentin qohumuyam. Mənə neyniyəcəksiniz ki? Heç bir şey elə. Sizin hamınızı çürüyüb atacam. Hətta Sabunçu rayon məhkəməsində bunun bir neçə dənə adamları var. Onlarla danışıb ki, bunları get atın bayıra. Mən apardı 3 saatla padvalda saxladı, başıma vurdu ki, vermirdi mühün sənətini. Ayda xanım, bunun başını yardı, qanı töküldü. Mən də apardı, padvala saldı, 3 saat padvalda saxladı, başıma döyməkdən. Qulaqlarım tutuldu, qan gəldi qulağımın içindən. Bunu Allah götürürmü? Dedi ki, sən ver, sonra bunu apardı, 2 ay türmədə saxladı, dedi, gəlini çıxardacağım. Çıxartdı, getdi, ondan sonra da dedi, sənətimi geri verəcəm, bir belə hesabımı ver mənə, bir elə hesabını da verdim. Bunu da çıxartdı, dedi, ölənə kimi də mənim yanımda işləyəcəksən. Getdi, Türkiyədə də qaldı, öldü, ondan sonra da qızı buraya gəldi. Gələndə dedi ki, ana, ay nənə səni mən görəcəm. Dedim, Həlvəd ana buna tapşırıb, ümumi sənətini gətirəcək. Mən də gözləyirəm, bir il keçir ki, burada Samirə verib bizim məhkəməyə xəbərsiniz. Bax, mən indi haraya danışım, kimə danışım, kim bizə kömək dursun?